Salam əziz dostlar. Bugün sizə növbəti əl işimi təqdim eləmək istəyirəm. Göründüyü kimi bu kiçik ölçülü qadın çantasıdır. İlk nümunədir, prototipdir və növbəti addımlarda bu çantanın üzərində işləyib öz əlavələrimi eləmək və çantanı daha təkmil və mükəmməl bir formaya gətirməyi düşünürəm. İki fərqli həqiqi, yəni təbii dərdən istifadə olunmaqla tikilib. Belə bir çanta qıfılından istifadə eləmişəm. Bu qıfıl həm bu şəkildə keçicidir, eyni zamanda açarla bağlanır. Yəni açarla bağlandıqda qıfıl bloklanır və çanta açılmır. Çantanın korpusu kardonlardan istifadə edilməklə möhkəmləndirilib. Bu həm çantaya forma verir, həm də onun, necə deyərlər, dayanıqlığını artırır. Bu da çantanın arxa tərəfdən görünüşüdür. Dostlar, çantanın içərisinə bu şəkildə keçi dərisindən bordo rəngində çox gözəl görünür. Bordo rəngində belə bir astar tikmişəm. Toxunuşu da insana çox xoş hisslər yaradır. Çantanın ölçüsü kiçik olsa da içərisində telefon, cüzdan, müəyyən kosmetik əşyalar və açarlar qoymaq mümkündür. Çanta hal-hazırda istifadədədir və çox bəyənilir. Dostlar, bu çanta haqqında fikir və rəylərinizi eşitməkdən məmnun olardım.